Kim burada ömrünün ne kadar kaldığını bilir. Kim burada oturanlardan bilir ki akşam sağdı yoksa yok. Çoxları ile dünyadan köçənlər bugün bizim kimiydiler. Sabaha yoktular. Bugün evinde yatağında yatıp çok adamlar. Sabah akşam torpağın altındadır. Özü də bilmir ki sabah da bu yatağa girəməyəcək. Bilinmir o ne kadar fürsətdir. Amma ne qədərdirsə indi içindəsən, indi zamanın içindəsən qədrini bil, dəyərləndir. Bir zamanda 100 iş görə bilərsən, ən səmərəli işi seç. Bu çok mühüm meseledir. Yani düşünmeli olduğumuz meseleler bulardır. Biz her şeyden düşünürük bu şeylerden başka. Biz elə sağa sola zamanımızı xərcləyirik ki, elə bil ki çox dəyərsiz bir şeydir. Elə bil ki kimsə bizə zəmanət verib ki, narahat olma, çoxdur vaxt. Bu çox böyük bir xəstəlikdir insan üçün.